يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, söylədiyimiz kimi ölümü xatırlamaq, ölümü daima yad etmək imanı artıran ən böyük səbəblərdəndir. İndi söyləyəcəyim rəvayətləri, hadisələri gözləri ilə, qulaqları ilə şahid olmuş möminlər, müsəlmanlar, salih kimsələr, həmçinin cənazədə iştirak edənlər, həmçinin cənazəni yuyanlar, həmçinin də bəzi qəbirləri soymaqla məşğul olan günahkar kimsələr rəvayət etmişlər. Bu söyləyəcəyim rəvayətləri İbn Qeym rahiməhullah öz ruh kitabında, həmçinin İmam Suyud rahiməhullah qəbir aləmi, İbn Həcər rahiməhullah qəbir aləmi kitablarında rəvayət etmişlər. İbn Ömər radiyallahu anh deyir ki, Bədir döyüşü olan, yəni Bədir quyularının deyir, yanından keçirdilir. Bilirsiniz ki, İslamın düşməni, Peyğəmbər s.ə.v-in düşməni olan Əbu Cəhil və başqa müşriklər həmin o quyularda bastırılmışlar. Deyir ki, o döyüş olan tərəfdən keçdiyim zaman, həmin o çuxurların içərisindən bir nəfər çıxdı, boynunda deyir, zəncirlər və qışqıraraq məni çağıraraq dedi ki, ey Abdullah, mənə su ver. İbn Ömər radiyallahu anh deyir ki, mən dəhşət içərisində donub bir yerimdə qaldım. Bilmədim, o insan məni tanıdığı üçün Abdullah çağırdı məni və yaxud da deyir, ərəblərdə belə bir adət var ki, onlar tanımadıqları bir kimsəyə müraciət olaraq Abdullah, Allahın qulu deyə olaraq çağırırlar. Və deyir ki, bu sözləri söyləyəndən sonra onun ardınca deyir, bir nəfər də çıxdı, əlində deyir, dəyənək, onu vuraraq və mənə dedi, ey Abdullah, ona su vermə, çünki o kafirdir. Və deyir, onu tutdu və apardı təzdən bir çuxurun içərisinə. İbn Ömər radiyallahu anh deyir ki, mən dəhşət içərisində Peyğəmbər s.ə.v-in yanına gəldim və bu hadisəni ona xəbər verdim. Rasulullah s.ə.v buyurdu, sən deyir, gözlərinlədir, bunun şahidi oldunmu? Mən dedim ki, bəli, ya Rasulullah, mən bunun şahidi oldum, deyir. Rasulullah s.ə.v buyurdu, o Allahın düşməni olan Əbu Cəhildir. O gördüyün halı isə qiyamət gününə qədər ona olan əzabdır. Bəzi cənazələrdə iştirak edən, dəfinlərdə iştirak edən salih kimsələr rəvayət etmişlər ki, biri deyir ki, onlardan mən deyir, bir nəfəri yudum, rəngi deyir, saf-sarı ididir. Yumağa deyir, başladıqda, başından bədəninin ortasına qədər deyir, qaralmağa başladıdır. Yumağı qutardıqda bədəni sanki deyir, kömür kimi qapı-qarı olmuşdur. Onlardan biri deyir ki, üzləri deyir, illər boyudur, çox sayıda deyir, cənazə yudumdur. Üzləri qiblədən dönən, 100-dən çox ölüdür, xatırlayıram. Onlardan biri deyir ki, bir cənazəni qəbrə qoyub, qibləyə tərəf çevirdikdə, gördüm ki, üzü yerə tərəf dönmüş və burnu deyir, torpağa batdıdır. Çalışdım ki, onun deyir, başını təzdən deyir, qibləyə tərəf döndərim, gördüm ki, yenə də deyir, başını torpağa tərəf döndəridir. Bunu dəfələrlə etməyə çalışsam da, o cəsəd yenidən üzünüdür, qiblədən döndərdi. Nəhayətdir, ümidim kəsilib, onu o haldadır, dəfn etdik. Cənazəni yuyanlardan biri rəvayət edir ki, vallahi deyir, bir cənazəni yudum ki, rəngidir, yuyub qurtarana qədər qapqarı olmuşdu. Saqqal kimi qaradır, qaralmışdır, qapqarı olmuşdur. Deyir ki, bir ölünüdür, yuyurdum. Sol çiyini üstədir, uzanmışdır. Sonra sağ tərəfə döndərdim ki, sol tərəfini yuyum, yenidəndir, sola qayıtdıdır. Hətta qibləyə tərəf döndərmək istədim ki, sağ çiyini üstündə onu qoyum. Yenidəndir, üzünüdür, döndərdi, subhanallah deyir, sol tərəfədir. Yəni, sağ tərəfədir, dönməlidir. İbn Qeym rahiməhullah ruh kitabında salihlərin rəvayət etdiyi bəzi hadisələri danışır.
Deyir ki, Bağdadın deyir, yaxınlığında qəbirsanlıq var idi. Və o qəbirsanlığı deyir, sel yuyub aparmışdır. Orada olanlardan biri rəvayət edir ki, deyir, mən orada deyir, bir ölü gördüm ki, sümüklərindən başqa deyir, heç bir şey qalmamışdı deyir. Əlində və boynunda deyir, xamut var idi, dəmirdən xamut var idi. Bədəninə deyir, 2 dənə mismar vurulmuşdu ki, biri göbək nahiyəsinə, digər isə alnına deyir, vurulmuşdu və eybəcər deyir, quruluşu var idi. İbn Qeym deyir ki, rahiməhullah, bir günləri deyir, bir nəfər Bağdadda deyir, dəmirçilərin bazarına deyir, 2 dənə deyir, hər 2 tərəfdən başı olan mismar gətirir. Bilirsiniz ki, mismarın bir dənə papağı var, başı var, vurmaq üçün. Bu deyir, mismarların 2 tərəfdən də papağı var edir. Dəmirçi alıb onları pulla aldı ondan və əritməyə çalışdı. Nə qədər çalışdısa, əridə bilmədi onları, subhanallah. Və deyir ki, məndən soruşdu ki, o satandan soruşdu ki, mismarları gətirəndən soruşdu ki, sən bunu haradan tapmısan? Dedi ki, heç, yoldan keçəndə deyir, tapmışam. Lakin dəmirçi biraz da onu suala çəkdi və dedi ki, qəbirsanlığın yanından keçirdim, gördüm ki, bir açıq qəbir var və sümüyün üzərində bu mismarlardır, batmışdır, var ididir. Və sümüyü sındıraraq onları çıxardıb deyir, gətirdim deyə sənə verdim deyir. Bütün bunlar salih qulların, mömin kimsələrin, elm əhlinin gözləri ilə görüb, qulaqları ilə eşitdiyi rəvayətlər idi. Səhih olmaqlarını isə Allah subhanahu wa ta'ala bilir. Allaha dua edirəm ki, Allah Taala bizləri ölümü tez-tez xatırlayan qullardan etsin və Allah Taala bizləri qəbir azabından qorusun. Amin.